digər peşələrdən fərqli olaraq iş saatınız bitincə sizin fəaliyyətiniz bitmir. Siz evdə də həkimsiz, yolda da həkimsiz. Həkimlik həyatında yəqin ki, xüsusən də cərrahiyyədə hər bir cərrahi müşahidə edən davamlı bir stres faktorudur məncə. Bunun pozitiv tərəfləri də var. İnsanı daimi stimulyasiya eləyir. Necə deyərlər, özünü sərbəstləşməyə qoymur. Bu stimulyasiya həm elmi yöndən, həm praktik yöndən daha məsuliyyətli olmaq tələb eləyir insandan. Həkimlik mənim üçün həyat tərzidir. Digər peşələrdən fərqli olaraq iş saatınız bitincə sizin fəaliyyətiniz bitmir. Siz evdə də həkimsiz, yolda da həkimsiz. Çünki o xəstəxanada pasiyentlərdən aldığınız informasiya, aldığınız pozitiv, negativ və yaxud da xəstələrin problemlərini beyninizdə evə də aparırsınız. Yəni, bu analiz iş saatının bitməsi ilə bitmir. Yəni, sizi daim təqib edir. Əgər sizin xəstənizdə bir problem varsa, çox ciddi bir xəstəniz varsa, bu sizin iştahınıza da təsir edir. Bu sizin digər insanlarla qurduğunuz münasibətə də təsir edir. Emosional vəziyyətinizə, hətta yuxunuza belə təsir edə bilir. Ona görə həkimlik mən hesab edirəm ki, həyat tərzidir.